Salam, hər vaxtınız xeyir. 26 oktyabr Güvən nəşrlərinin 11-ci sinif üçün biologiya suallarının izahına baxırıq. Sual 1. Aşağıda noxud bitkiləri ilə aparılan 3 fərqli çarpazlaşdırmanın nəticələrinə aid qrafiklər verilib. Birinci çarpazlaşdırmada X və Y çarpazlaşdırılıb, 50% heterozigot, 50% resessiv fərd alınıb. İkinci çarpazlaşmada X və Z çarpazlaşdırılıb və alınan bütün nəsil heterozigotdur. Üçüncü çarpazlaşmada Y-lər çarpazlaşdırılıb, 50% heterozigot, 25% dominant homozigot, 25% resessiv homozigot alınıb. Üçüncü çarpazlaşmada eyni genotipli fərdlər çarpazlaşdırdığı üçün bunu rahatlıqla tapa bilərik. Nə zaman 1-2-1 nisbəti olurdu? Heterozigot fərdlər çarpazlaşdığı zaman. 2 heterozigotu çarpazlaşdırırıq. 1 ədəd dominant homozigot, 1 ədəd heterozigot, 1 ədəd heterozigot və 1 ədəd resessiv fərd alınır. Həqiqətən də 4də 1, 25% bu oldu, homozigot dominant, 50% oldu heterozigot fərdlər və yenə 25% oldu kiçik A-lar. Deməli, Y-in genotipi necəymiş? Böyüyə, kiçiyə. Gəlirik Y olan birinciyə. X-i bilmirik, çarpazlaşdırıblar Y-ilə və Y-in xromosom dəsti böyüyə, kiçiyədir, daha doğrusu genotipi. Burada alınan fərdlərə baxırıq, 50% heterozigot, 50% isə resessiv. Bu, hər bir fərdin bir genotipi bir valideyndən gəlir, digəri də o birindən. İndi bunlar hər ikisində kiçik A-lar resessivlər olduğu üçün və bir fərd sırf resessiv genotipə sahib olduğu üçün avtomatik bilirik ki, X resessiv xüsusiyyətlərə sahib imiş. Resessiv kiçik A-lar olduqda A tipli tək qamet verir. Burada bir ədəd böyüyə qamet ola bilər, bir ədəd də kiçiyə. Çarpazlaşdırırıq. Həqiqətən də nəslin 50% heterozigot, 50% resessivdir. Deməli, X-in genotipi kiçik A-lardır. Gəlirik ikinci çarpazlaşmaya. X-in genotipini tapdıq ki, kiçik A-lardır. Z hansı genotipə sahib imiş ki, nəslin bütün hissəsi heterozigotdur. Deməli, dominant homozigot imiş ki, tək tip qamet verib böyüyə, X-a tək tip qamet verib kiçiyə və bunların çarpazlaşmasından alınan bütün nəsil heterozigot olub. Varianta baxırıq. X oldu kiçiyə, Y oldu böyüyə, kiçiyə və Z oldu böyük A-lar. Variant Y. Əgər kartofun gövdə yumrusunu 3 yerə bölüb, birini münbit torpaqda, digərini dağ şəraitində, üçüncüsünü isə qumluqda əksək, onda hər üç bitki eyni bitkidən söhbət getdiyi üçün genotip dəyişə bilməz. Genotip eyni olmalıdır. Amma müxtəlif şəraitlərə məruz qaldıqları üçün fenotipcə fərqlənməlidirlər. Yəni, genotipə görə eyni, fenotipə görə fərqli olar. Cavab B. Eyler-Venn diaqramına əsasən uyğun bədləri müəyyən edin. Tütün mozaikası virusu və siyanobakteriya. Üzvü maddə yaradan xüsusi struktura malik deyil. Sintetik proseslər getməyən viruslar olduğu üçün biri aid edirəm birinciyə. Xlorofilə malikdir. Fototrof bakteriyalar var, siyanobakteriyadır, yəni göy yaşıl yosunda xlorofilə sahibdir. Hətta xlorofil pigmenti membranında yerləşdiyi üçün eyni ilə bitkilər kimi oksigen qazı da xaric edə bilir. Qırmızı və yaşıl bakteriyadan fərqli olaraq. Canlı hüceyrələrin daxilində çoxala bilir. Hüceyrə daxili parazitlik edən viruslardır və tütün mozaikası virusuna aiddir. İkiyə bölünməklə çoxalır, sadə üsulla çoxalan bakteriyalardır. İrsi materiala malikdir, irsi materiallar DNT və ya RNT ola bilər və hər birində ən azı biri mövcuddur. 5 oldu ortaq. Variant A. Azalma prosesinin pozulması səbəb ola bilər. Azalma prosesi meyozdur və meyoz zamanı anafazada xromosomların qütblərə çəkilməsində baş verən xətadan trisomiya qrupuna aid etdiyimiz genetik xəstəliklər ortaya çıxır. Yəni, bura Patau sindromu, Edwards sindromu və Down sindromu kimi trisomiyalar aiddir. Genotipli orqanizm haqqında fikirlərdən hansılar doğrudur? Xromosom çarpazlaşması yoxdur. 4 tip fərqli qamet əmələ gətirir. Bu fikir yanlışdır. Çünki xromosom çarpazlaşmada olmadığı üçün bir qametə bu düşür, digər qametə də bu. Yəni, birinci qametimiz böyüyə, kiçik B, böyük C, digər qamet isə kiçik A, kiçik B, kiçik C'dir. Yəni, 2 tipdir.
Əmələ gətirdiyi qametlərin 25%-i yalnız resesiv genlər daşıyır. Görürük ki, qametin 50%-i yalnız resesiv əlamətlər daşıyır, 25 yox. Böyük ya, kiçik B və böyük C genotipli qametlərin əmələ gəlmə ehtimalı 50%-dir. Həqiqətən də əmələ gəlmə ehtimalı 50%-dir. Kiçik C geni daşıyan qamet əmələ gətirmə ehtimalı 2-də 1-dir. Kiçik C-ni burada görürük və həqiqətən də 50% ehtimalla ortaya çıxa bilər. Eyni genotipli fərdlə çarpazlaşdırdıqda 3 genotipik qrup əmələ gəlir. Buna da baxaq. Deməli, hamısını yan-yana qeyd edirəm. Böyük ya, kiçik ya, kiçik B-lər, böyük C, kiçik C. Eyni genotipli fərd dediyi üçün elə eynisi ilə çarpazlaşdırırım. Böyük ya, kiçik B-lər, böyük C, kiçik C. İndi burada 3 genotipik qrup əmələ gələr deyir. İndi buna baxırıq. Birinci fərdin verə biləcəyi qametlər. Biri böyük ya, kiçik B, böyük C-dir. Digəri də kiçik ya, kiçik B, kiçik C-dir. Eyni ilə burada göstərdiyim kimi. Çünki xromosom çarpazlaşması yoxdur. Bu fərd də eynisi olduğu üçün böyük ya, kiçik B, böyük C və kiçik ya, kiçik B, kiçik C-dir. Bir dəfə bunu bundan birləşdirirəm. Olur. Böyük A-lar, kiçik B-lər, böyük C-lər. Sonra bu digəri ilə çarpazlaşır. Böyük ya, kiçik B-lər, böyük C, kiçik C. Daha sonra böyük ya, kiçik B-lər, böyük C, kiçik C. Və ən son bu ikisi birləşir. Kiçik A-lar, kiçik B-lər, kiçik C-lər. Baxırıq ki, bizə genotipik qrup deyir. Bir genotipik qrup budur. Digəri görürəm ki, bu və bu eynidir. Birini götürürəm və ən son homozigot vəziyyətdə olanlar. Həqiqətən də 3 genotipik qrup oldu. Bu ikisi bir-biri ilə eynidir deyə birini götürürük. Cavab olur 3, 4, 5 B variantı. Mitozun anafaza mərhələsinin sonunda hüceyrədə xromosom və xromatid sayları arasında münasibət hansı variantda doğrudur? Mitozun anafazasında bilirik ki, xromosom dəsti necə olurdu? Başlayaq hamısını yazaq. Profazaya interfazadan daxil olduğu üçün 2N4C. Metafazada 2N4C. Anafazada xromosomlar ayrıldığı üçün 4N4C. Telofazada ən son 2N2C olurdu. Anafaza dediyi üçün 4N4C. Baxırıq, xromosom sayı X-ımız 4N-dir. Və xromatid sayı C ilə xromatid və DNT sayı göstərilir. Yəni Y də bərabər olur 4C-yə. Burada N və C eyni şey ifadə edir. Yəni X Y-ə bərabərdir. Çiçəkdə meyoz bölünmənin baş verdiyi strukturlar. Meyoz bölünmə qametlər əmələ gələrkən baş verdiyi üçün təbii ki, dişicik və erkəkcikdə gedəcək. Dişicik və erkəkciyə aid strukturlar tapırıq. Yumurtacıq, erkəkdə də tozluqda baş verir. Cavab olur C, 1, 4. Modifikasiya dəyişkənliyi. Xromosom və genlərdə baş verir. Xromosom və genlərdə baş vermir, çünki qeyri-irsi dəyişkənliyidir. Bir genin bir neçə əlamətin inkişafına təsiri ilə yaranır. Bu, korrelyativ, yəni nisbətli dəyişkənliyə aiddir. Sonraki nəslə irsən ötürülmür, düzdür, çünki qeyri-irsi dəyişkənliyidir. Yalnız bitkilərdə baş verir, xeyr, şərt deyil. İrsi dəyişkənliyidir, yox, qeyri-irsi dəyişkənliyidir. Düzgün cavab olur C. Uyğunluğu müəyyən edin, toyuq və xoruz verilib. Baxırıq A-da. Somatik hüceyrə 76 plus XY. Bilirik ki, toyuqlarda, yəni quşlarda ümumiyyətlə, dişi fərdlər heterozigotdur. Və burada cinsiyyət xromosomları heterozigot göstərildiyi üçün toyuq dişi olsa da heterozigotu bura qeyd edirəm. Qamet 38 plus X. Bu, hər ikisinə aid ola bilər. Çünki, indi onu göstərək. Ümumiyyətlə bilirik ki, 2N 78-ə bərabərdir toyuqlarda, xoruzlarda. Əgər toyuq üçün yazsam, dişi fərd üçün yazsam, 76 autosom plus XY cinsiyyəti göstərərəm və bu iki tip qamet verə bilər. Bir dəfə 38 plus X, bir dəfə də 38 plus Y.
Erkək fərdə xoruza baxaq. 76 plus XX şəklində qeyd edə bilərəm diploid dəstini. Qameti olur 38 plus X. Digər qameti də olur 38 plus X. Çünki homoqametdir. İndi görürəm ki, 38 plus X hər ikisində var. Ona görə ortaya qeyd etdim. Somatik hüceyrə 76 plus XX. Kimdə görüldü? Xoruzda. Ona görə üçüncüyə aiddir. Qameti 38 plus Y. Bu hardadır? Sırf toyuqda. Yəni, D-ni də aid edirəm 1-ə. Cavab olur D variantı. Klasterdə sual işarəsinin yerinə nə yazılmalıdır? Baxırıq ki, 3 mərhələdə baş verir. Erkək qametlərin yaranması prosesidir və toxumluqda baş verir. Erkək qametin spermatozoidin əmələ gəlməsi adlanır spermatogenez. Dişi yumurta hüceyrənin əmələ gəlməsi oogenez adlanır. Və bu iki proses ümumilikdə gametogenezin tərkib hissəsidir. Partogenez tək qametdən bir fərdin əmələ gəlməyidir. Mayalanma iki qametin birləşməsi. Antogenez isə bir fərdin həyatı. Bədxassəli şişlərə aid deyil. Metastaz baş verir, bəli. Sürətlə böyüyür, düzdür. Sonra toxumaları dağıtmır. Toxumaları dağıtmayan xoş xassəli şişlərdir. İnsanı arıqladır, bədxassəli, düzdür və orqanizmi zəhərləyir. Həşəratların xarici skeletini təşkil edən polisaxarid. Bilirik ki, selluloza, pektin, xitin, glikogen polisaxariddir. Laktoz heç polisaxariddə deyil və həşəratın xarici skeletini təşkil edən xitin polisaxarididir. Selluloza adətən bitkilərdə rast gəlinir, pektin daha çox balqabaqda olur, adsorpsiya xüsusiyyəti ilə məşhurdur və glikogen isə göbələklər və heyvanlar aləmində depolanan şəkər versiyasıdır. Daha sonra 13. 13-ə baxırıq. Verilən qrafiklərdən hansılar hüceyrədə enerji mübadiləsinin ikinci mərhələsində baş verən prosesləri düzgün əks etdirir? İkinci mərhələ bilirik ki, glikolizdir, yəni oksigensiz parçalanmadır. Oksigensiz parçalanmada glukozanın miqdarı azalar, düzdür. Çünki oksigensiz olsa da parçalanma baş verir. ADF-dən ATF əmələ gəldiyi üçün burada miqdarı düzgün göstərilməyib. Suyun miqdarı artmalıydı, sabitdir. Karbon qazının da əlaqəsi olmadığı üçün glikolizlə ümumiyyətlə götürmürük. Düzgün cavab olur C. Uyğunsuzluğu müəyyən edin. Begonia yarpaqla qeyri-cinsi yolla çoxaldılır, düzdür. Maya göbələyi tumurcuqlanma yolu ilə olar. Göy yaşıl yosun meyoz bölünmə. Göy yaşıl yosun bakteriyadır və bakteriyalarda mitoz meyoz bölünmə olmaz. İnci çiçəyi kökümsova sahibdir, çoxala bilər. Yaşıl evqliyana da ikiyə bölünmə yolu ilə çoxalır. Uzununa ikiyə bölünür. İnfuzor tərliyi isə eninə. Sxemdə X, Y və Z ilə ifadə olunmuş şəxslərin genotipini müəyyən edin. Baxırıq. Birinci fərddə I, A və IB göstərilib. X hər nə imişsə, bir övladında IA, I0-dır, digərində görürük ki, IB, I0-dır. Yəni, hər iki övladında I0 varsa, deməli bu X valideynindəymiş. Və baxırıq nəyə? X-i tapdıqdan sonra gəlirik Y-ə. Deməli, bir valideyn fərd IB, I0-dır, digərini bilmirik və bunların övladlarında I0, I0 var, IA, IB var. Bir də IA, I0 var. Deməli, hər iki I0-dırsa, Y-in də biri I0-dır deməli. Digərini tapmaq üçün görürük ki, bu valideyndə sadəcə B var, amma övladlardan ikisində A da mövcuddur. Deməli, digəri də IA imiş. Z-də gəldikdə, Z nə ola bilər? Baxırıq, Z-də bir dəfə I0-la I0 birləşib birinci fərdi verib, sonra IA, I0-la birləşib bu ikinci övladdır. Sonra IA, IB ilə birləşib. Bu da dördüncü övladdır. Üçüncü uşağa nə qaldı?
İA, İ0. İndi tapaq. X-da İ0, İ0. Daha sonra Y-də İ0, İA ya da İA, İ0 ola bilər. Və ən son Z-də İ0, İA demişik. Amma İ0, İB də ola bilər. Bir bu, bir də bu. Hər ikisi mövcuddur. Variantda bu verildiyi üçün yeni götürürük. Gəlirik 16. Klasterə əsasən düzgün olan variant hansıdır? Deməli, içi daxili maye mühitində 4 növ nukleotid olur. Daxili maye mühitində mitoxondrinin həm DNT-si, həm RNT-si olduğu üçün ümumilikdə 8 növ nukleotid olmuş olur. Yəni A səhvdir. Burada isə plus qoyub. Daha sonra bir daxili maye mühitində 5 növ azot əsası olur və minus qoyub. Daxili mühitində 5 növ azot əsası olur, bəli. Adenin, timin, urasil, sitozin və guanin. Minus qoyduğu üçün səhv götürürük. 3. Daxili maye mühiti stroma adlanır və plus qoyub. Daxili maye mühiti stroma adlanır, xloroplasta. Burada isə matriks adlanır. 4. Evkaryotlarda parçalanmanın oksigenli mərhələsi bu orqanoiddə gedir, düzdür. Amma bura minus qoyub deyə götürə bilmirik. Öz zulallarını sintez edə bilir. Bəli, mitoxondri öz zulallarını sintez edə bilir, çünki ribosomlara, həm də irsi məlumatlara sahibdir. Burada da plus qoyub deyə götürürük. 17. İnsan orqanizmində endoderma mənşəlidir. Endoderma mənşəlidir mədə-altı vəz. Çünki dişin mina qatı və gözün torluq eşası ektodermadır, aorta və iki başlı əzələ isə mezodermadır. Çiçəkli bitkidə dominant homozigot və resessiv homozigot çarpazlaşmasından əmələ gələn endosperm hüceyrəsi hansı genotipli olar? Deməli, bu ata fərddir. Əmələ gətirəcəyi spermi də böyük A cinsiyyət xromosomudur. Daha doğrusu böyük A genotipini daşıyır. Ana fərddə isə hüceyrəsi kiçik A-dır, amma bilirik ki, mərkəzi hüceyrə ikisinin birləşməyindən əmələ gəlir. Yəni, mərkəzi hüceyrəsi AA-dır. Buraya yazırıq mərkəzi hüc. Bu ikisi birləşdikdə, yəni böyük A mərkəzi hüceyrə ilə birləşir, əmələ gətirir endospermi. Endosperm. Variant olur Y. Bir ailədə ata qıvırcıq saçlı, ana düz saçlıdır. Əgər onların bütün uşaqları dalğalı saçlıdırsa, valideynlərin genotipini müəyyən edin. İrsiyyətin aralıq xarakteri mövcuddur. Qıvırcıq saçlı dominant əlamətdir, düz saç resessiv əlamətdir. Uşaqları dalğalı saçlıdırsa, deməli heterozigotdur. Valideynlərin genotipini müəyyən etdikdə ata olur dominant homozigot, ana olur resessiv homozigot, yəni A variantı. Əgər göyərçində yumurtalığın yetişmə zonasına 2 ilkin cinsiyyət hüceyrəsi daxil olmuşdursa, sonda əmələ gələn yönəldici cisimciklərdə maksimum neçə X cinsiyyət xromosomu olar? Göyərçin yumurtalığı deyir. Bilirik ki, dişi fərddir, amma heterogametdir. 2 ilkin hüceyrə daxil olub. Bilirik ki, yumurtalıq dediyi üçün biri qamet olur, digərləri yönəldici cisimcik. Sonda əmələ gələn yönəldici cisimciklərdən maksimum neçə X cinsiyyət xromosomu olar? Qamet Y olsa, yönəldici cisimciklərdən 1 Y olur, X olur. Və bir başlanğıc hüceyrəmizdə görürük ki, 2X cinsiyyət xromosomlu yönəldici cisimcik var. Bəs 2 ilkin başlanğıc hüceyrədə nə qədər olar? 4. Cavab D variantı. 21. Orqanoidlər, ribosom, hüceyrə mərkəzi və lizosom. Hüceyrə daxili həzm prosesində iştirak edir. Hüceyrə daxili həzmi yerinə yetirir lizosom. Çünki daxilində dənəvər endoplazmatik şəbəkənin hazırladığı təqribi 30-a yaxın, 30-dan artıq zulal mənşəli fermentlər var. Özü isə Holgi kompleksi tərəfindən hazırlanır. Zulal sintez edir. Zulal sintezi bilirik ki, ribosomlar tərəfindən baş verir, 1-ə B. Hüceyrənin bölünməsində iştirak edir. Hüceyrənin bölünməsində iştirak edən hüceyrə mərkəzidir.
1-ə B, 2-yə C, 3-ə A olur D variantı. Düzgün mülahizələri seçin. Baxırıq, meyoz bölünmə nəticəsində ana hüceyrə ilə eyni xromosom sayına malik 2 qız hüceyrə yaranır. Bu ifadə yanlışdır, çünki meyozis zaten azalma deməkdir. Eyni yox, yarısı qədər xromosom dəstinə sahib əmələ gəlir. Məsələn, mərkəzi hüceyrə 2-dirsə, əmələ gələn qız hüceyrələr hamısı haploid olur və meyozdan 4 hüceyrə yaranır. Cinsi hüceyrələr və ya sporlar yaranır. Düzdür. Adətən bədən hüceyrələri əmələ gəlir. Bu mitoza aiddir. Ana hüceyrənin xromosom sayının yarısına malik 4 hüceyrə əmələ gəlir. Bəli, eyni ilə burada çəkdiyim kimi. Variant olur B. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Ribonuklein turşuları RNT kimi monomerlər nədir? Nukleotidlərdir. Ona görə içini qeyd edirik. Monomerləri nukleotidlər olan polimer birləşmələrdir. Onlarda azot əsası nə olur? Azot əsası olur, sonra pentoza olur. Bir də ortofosfat turşusu qalığından ibarət olan neçə növ nukleotid birləşməsidir? 4 növ. Daha doğrusu burada 3 növ ifadə olunub. Olur 2, 1, 3. Davam edirik. 24. Cədvələ əsasən X plus Y hesablayın. Məlumat RNT-nin amin turşularını kodlaşdıran hissəsinin orta hesabla kütləsi 135 mindir. Bu hissədəki nukleotid sayı X-dir, kodlaşdırdığı zulalın amin turşu sayı Y-dir. Məlumat RNT-də bilirik ki, nukleotidlər yerləşir. Ümumi kütləsini 135 min verib və biz bilirik ki, birinin kütləsi 300-dür. Böləndə tapırıq. $450. X oldu 450. Bu bizə nəyi verdi? Nukleotid sayını. Nukleotid. Kodlaşdırdığı zulalın amin turşu sayı. Bilirik ki, bir amin turşusu 3 nukleotidlə kodlaşdırılır. Deməli, 450-ni 3-ə bölsək, amin turşusunun sayını taparıq. Bu da edir 150 amin turşusu. İkisinin cəmini soruşduğu üçün olur 600. Adenozin trifosfat turşusunun quruluşuna aid sxemə əsasən düzgün fikirləri seçin. Bilirik ki, burada K adenin azot əsasıdır, L riboza pentozasıdır, digər M-lə ifadə olunanlar isə ortofosfat turşusu qalğıdır. 1. L və K arasında makroergik rabitə olur. L və K arasında makroergik rabitə olur. Makroergik rabitə ortofosfat turşusu arasında mövcuddur. Bir səhvdir. Daha sonra K ribonuklein turşusunun tərkibində olur. K adenindir və adenin azot əsası RNT-nin də tərkibində var. M bütün növ amin turşularının tərkibində olur. Baxırıq, M ortofosfat turşusu qalğıdır və üçünü birlikdə göstərib. Amma amin turşularının tərkibində ortofosfat turşusu qalığı olmur. K adeninli nukleotidin quruluşunda olur. K-ya baxırıq. Adeninli nukleotidin quruluşunda olurmu? Olur. Çünki burada da elə adenin azot əsasıdır. 1. Dezoksiribonuklein turşusunun tərkibində olur. L daha doğrusu. L ribozadır və dezoksiribonuklein turşusunun tərkibində dezoksiriboza olur. Riboza yox. Ona görə yanlışdır. Cavab olur 2 və 4. Xromosom mutasiyalarını seçin. Gen sahəsinin ikiləşməsi, bəli, xromosom mutasiyasıdır. DNT-də nukleotidlərin ardıcıllığının dəyişməsidir. Bu da xromosom mutasiyasıdır. Xromosom yığımının 2 dəfə azalması, gen sahəsinin qeyri-homoloji xromosomlarda yerləşməsi, xromosom sayının bir neçə vahid azalması, 2 dəfə artması, bunların heç biri xromosom mutasiyası deyil. Ona görə cavab olur 1-2. Fotosintezin işıq mərhələsi, fotosintezin qaranlıq mərhələsi. Baxırıq, ATF ADF-ə çevrilir. ATF ADF-ə nə zaman çevrilir? Fotosintezin qaranlıq mərhələsində. Çünki enerji sərf olunur.
Kalvin sikli baş verir. Bu da qaranlıq mərhələdə olur. Nəticədə qlukoz alınır. Xlorofilə malik orqanizmlərdə baş verir. Ümumiyyətlə hər iki hissə. Protonlar ATF sintezası kanalından keçir. Protonlar o zaman keçir ki, işıqlı mərhələdə prosesin davamında. Suyun fotolizi baş verir. Bu da işıq şüası hesabına baş verdiyi üçün işıq fazasına aiddir. 1DY, 2C, 3AB olur. Gəlirik situasiya sualına. Böyük S'lər, kiçik A'lar. Genotipli qara rəngli erkək ada dovşanının ağ rəngli dişi ada dovşanı ilə çarpazlaşması nəticəsində onların boz və qara rəngli balaları olmuşdur. Genlərin epistaz təsiri mövcuddur. 28. Ana ada dovşanı və balalarının genotipini yazın. Baxırıq ki, ata fərdin genotipini verib. Qeyd edirik burada. Böyük S'lər, kiçik A'lar. Çarpazlaşdırılıb ana fərdlə. Ana fərddə ağ rəngli dişi ada dovşanıdır. Ağ rəngli dişi ada dovşanını necə ifadə edərik? Deməli, kiçik S'lərdir. Bunu bildik. Və nəticədə boz və qara rəngli balalar doğulub. Bilirik ki, boz rəng üçün nə olmalıdır? Biri böyük S olmalıdır, bir də böyük A olmalıdır. Çünki epistaz təsir var. Qara rəngli balalar üçün isə dominant S olmalıdır, amma A'lar resesiv olmalıdır. Buna əsasən boz və qara balalar alına bilsin deyə. Görürəm ki, bir balada dominant A var, amma ata fərddə ümumiyyətlə yoxdur. Deməli, bu ana fərdə məxsus imiş. Sonra baxıram, digər bala dovşanda resesiv A'lardır. Birini ata verəndə digərini ana fərd verməlidir deyə ana fərdin genotipini təyin etdim. İndi buradan baxırıq nəyə? Ata fərd bir cür qamet verir, böyük S, kiçik A. Ana fərd iki cür qamet verir, kiçik S, böyük A, bir dəfə də kiçik S, kiçik A. Bu ikisinin birləşməyindən alınır böyük S, kiçik S, böyük A, kiçik A. Bundan isə böyük S, kiçik S, kiçik A'lar. Yəni, buradakı boşluq kiçik S, bu kiçik A, bu da kiçik S imiş. Deməli, bu oldu balaların, bu isə oldu ana fərdin genotipi. Boz rəngli balalar neçə tip və hansı genotipli qametlər əmələ gətirə bilər? Bilirik ki, bu boz oldu, bu da qara rəngli bala. Boz rəngli balalar dediyi üçün həmin genotipi aşağıya qeyd edirəm və qametlərini tapırıq. Bir dəfə böyük S, böyük A, bir dəfə böyük S, kiçik A, bir dəfə kiçik S, böyük A, bir dəfə də kiçik S, kiçik A olmaqla 4 tip qamet vermiş olur. Davam edirik sonuncu sualla. Erkək ada dovşanı ilə eyni fenotipə malik balalardan birinin dominant dihomozigot genotipli fərdlə çarpazlaşmasından diheterozigot genotipli balaların doğulması ehtimalı neçə faizdir? Ata fərd bilirik ki, böyük S, kiçik S, kiçik A'lar idi, düzdür? Və bizə deyir ki, dominant dihomozigot fərdlə çarpazlaşmasından eyni fenotipə malik balalardan birinin dominant dihomozigotla. Dominant dihomozigot. Bunu da yazdım. İki tip qamet verir. Böyük S, kiçik A, kiçik S, kiçik A. Burada isə bir tip qamet çıxır. Böyük S, kiçik A. Çarpazlaşmasından alınır. Böyük S'lər, böyük A, kiçik A. Böyük S, kiçik S, böyük A, kiçik A. Baxırıq ki, diheterozigot genotipli balanın doğulma ehtimalı diheterozigotun doğulma ehtimalı 2-də 1-dir. Yəni 50%. Növbəti izahlarda görüşmək üzrə.